Salam əziz izləyicilər. Bugünkü videomuzda Azərbaycanın yerli qoyun cinsləri haqqında danışacağım. Lakin öncədən qeyd edim ki, heç bir qoyun cinsi pis deyil. Sadəcə sən öz bölgənə uyğun olan cinsi seçməlisən və ondan başlamağın kifayətdir. Hər bir cinsin öz xüsusiyyəti və faydası var. Bəziləri dağlarda, bəziləri isə düzənlikdə daha yaxşı yetişir. Gəlin 14 yerli cinsə baxaq. Düzdür, bəzi mətbualarda 12 yerli cins göstərilir, lakin bura qala qoyunu və heriş cinsləri də daxildir. Bu cinslər də uzun illərdir Azərbaycanda yetişir, qorunur, davam etdirilir və Azərbaycana aid bir cinsdir. Bəlkə də daha da yeni cinslər var ki, seleksiya yoluna artırılıb, amma rəsmi olmadığına görə heç araşdırmadım da. Biz 14 rəsmi cinsdən danışaq. 1. Qarabağ qoyunu. Əsasən aran və dağətəyi bölgələrdə yetişir. Dözümlüdür, qışa və soyuğa tab gətirir. Bala verimi yüksəkdir, həm ət, həm yun üçün uyğundur. 2. Balbas qoyunu. Dağlıq və yarı dağlıq ərazilərdə uyğundur. Əsasən Naxçıvanda yetişir. Böyük bədənlidir, ətlik keyfiyyəti yaxşıdır və orta yun verir. Bala verimi yüksəkdir. 3. Şirvan qoyunu. Aran zonasında yetişir. Həm ət, həm yun, həm də süd verir. Dözümlüdür və uzun ömürlüdür. Sulu otlaqlarda yaxşı böyüyür. 4. Bozaq qoyunu. Qərbi Azərbaycanın və Gəncə-Qazax bölgələrində yayılıb. Dözümlüdür, otlaq şəraitinə uyğunlaşır, ət keyfiyyəti yaxşıdır. 5. Mazex qoyunu. Şimal-qərb və Naxçıvan bölgələrində yetişir. Süd verimi çoxdur, bala verimi yaxşıdır, yumşaq yunu var. 6. Ləzgi qoyunu. Şəki-Zaqatala dağlıq bölgələrinə uyğunlaşmışdır. Dağ şəraitinə tab gətirir və sərt iqlimlərə dözümlüdür. 7. Cəra qoyunu. Lənkəran, Astara və Reyk bölgələrində yayılıb. Rütubətli ərazilərdə yaxşı uyğunlaşır. Yumşaq yunu var, bala verimi normaldır. 8. Abşeron qoyunu. Abşeron yarımadası və düzənlik ərazilərdə yayılıb. Düzənlik şəraitinə uyğun, piyli quyruqlu və orta ət keyfiyyətinə malikdir. 9. Gödək qoyunu. Quba Xaçmaz bölgələrində yetişir. Dözümlüdür və qarışıq tipli yerli cinsdir. Otlaq şəraitinə yaxşı uyğunlaşır. 10. Piresora qoyunu. Çox az yayılıb. Bəzi rayonlarda rast gəlinir. Sərt şəraitə tab gətirir və otlaq şəraitinə əsas uyğunlaşır. 11. Qaradulaq qoyunu. Beyləqan, Ağcabədi və Füzuli bölgələrində yayılıb. Ətlik və bala verimi yüksəkdir. Fermerlər üçün çox sərfəlidir. 12. Azərbaycanın dağ merinozu. Dağlıq ərazidə yetişir. Əsas məqsəd yun istehsalıdır. Bala verimi orta səviyyədədir. 13. Heriş qoyunu. Quba və şimal-şərq bölgələrində yayılıb. Dözümlüdür. Otlaq şəraitinə uyğun, ətlik verimi normaldır. 14. Qala qoyunu. Bakı və Abşeron bölgəsində geniş yayılıb. Düzənlik şəraitinə yaxşı uyğunlaşır. Bala verimi və ət keyfiyyəti yaxşıdır. Bütün bu 14 cins Azərbaycanın təbii genofondunu təşkil edir. Heç biri pis deyil, əsas olan sənin bölgənə uyğun olan cinsi seçməyin və qoyunların baxımıdır.
Sənin diqqətin və qayğın hər cinsdən maksimum fayda almağa imkan verir. Təşəkkür edirəm diqqətinizə görə. Gələn videomuzda görüşənədik.